bugün sizlərlə test izahına baxırıq. İlk olaraq gəlin 31-ci testə baxaq. Bu, yəni sizin etdiyiniz yanlışlıqlara əsaslanır. Testlər işləyərkən buraxdığınız səhvlərə əsaslanır izahlar. 31-ci testdə bizdə nə deyir? Driver aşağıda sadalananlardan hansına aiddir? Biz bilirdik ki, driver qurğuları əməliyyat sisteminə tanıdan proqramdır. Düzdürmü? Deməli, driverlərin vasitəsilə biz qurğuları idarə edirik. Baxaq, kompüter iş qabiliyyətini yoxlayan proqramlar bunlara aid deyil. Buna biz hansını deyirdik? BIOS faylıdır bizdə. Bu variant bizdə çıxdı. Proqramlaşdırma alətlərinə biz bilirdik ki, driverlər sistem proqram təminatına aiddir. Proqramlaşdırma alətlərinə aid deyil. Bu variantımızda çıxdı. Tətbiqi proqramlar da həmçinin çıxdı. Arxivləşdirmə proqramları özü başqa bir kateqoriyaydı. Bu da çıxdı. Qalır bizdə D variantı. Sonra gəlir 36-cı test. 36-cı testdə deyib, qovluqda 279 cooldoc adlı fayl saxlanır. Həmin qovluqda alt qovluq yaradılır. Yəni ki, alt qovluq nədir? Qovluğun içində qovluq deməkdir. Həmin qovluqda alt qovluq yaradılır və fayl həmin alt qovluğa daşınır. Bundan sonra faylın tam adı bu şəkildə olur. Daşınmadan əvvəl faylın tam adını müəyyən edin. Deməli, bizdə fayl yerləşdiyi qovluqda yaradılmış qovluğa daşındı. Bu zaman biz nə qayırıq? Sadəcə arada həmin o daşındığı qovluğu çıxardırıq. Yəni, bizdə doc qovluğu çıxdı. Ortadan yaradılan qovluğun deməli docuymuş. Doc qovluğu çıxdı. Nə qalır? Fayl, fayl sənədlər 279 cooldoc. Düzdürmü? A variantıdır. Okey. A variantı. Sonra 51-ci testə baxaq. Deyir, hər birinin həcmi 13,5 KB olan 2 səs faylı, 8,8 KB olan 3 video fayl və 2,6 KB olan 4 mətn faylı kompüter yaddaşında saxlanıldı. Bizdə də klasterin ölçüsü nə qədərdir? 6 KB. Hər bir klasterin ölçüsü bizdə 6 KB-dır. İndi gəlin biz hesablama aparaq. Bu zaman biz belə bir şey bilirdik ki, bir klasterdə ancaq bir fayla aid məlumat saxlanıla bilər, informasiya saxlanıla bilər, düzdürmü? Ona görə də hər bir faylı ayrı-ayrıqda hesablayırıq. 13,5 KB, klaster 6 KB-dırsa neçə klaster tutacaq? 2 tam tutur, bir də belə deyək, yarımçıq tutur. Qısası bizdə 3 klaster tutur, düzdürmü? 3 klasterimiz bizdə nə qədərdir? 18 KB. Eləyəcək 18 vuraq 2 səs faylıdır. Vuraq 2. Bərabərdir 36 KB. Baxırıq video fayllara. Hər biri 8,8 KB-dır. Deməli, hər bir video fayl yaddaşda neçə klaster tutur? Yaddaşda 2 klaster tutur. 2 klasteri nə qədər eləyir? 12 KB, düzdür. 12 KB vuraq 3 video faylıdır. Vuraq 3. O da bərabərdir 36 KB. Sonra bizdə gəlir, deməli, mətn faylı. Hərəsi 2,6 KB yer tutur. Bu bizdə neçə klasterə sığır? Cəmi bir klasterə sığır. Bir klasterdə bizdə 6 KB-dır. Olur 6, vuraq 4 mətn faylıdır. 4. O da bərabərdir 24 KB. Bunları da biz deyək ki, saxlamaq üçün neçə kilobaytlıq yaddaş sahəsi lazımdır? Toplayırıq, eləyir bizdə 96. Aydındır bu? Baxaq. Gəlir sonra bizdə deməli 52, 53. Diskdə 13 kilobaytlıq səs faylı, 13 kilobaytlıq səs faylı və 27 kilobaytlıq qrafik fayl olacaq. Bu fayllar ümumi neçə klasterdə yerləşər? Bu tip testləri işləyərkən ən çox buraxılan səhv nədir? Ən çox buraxılan səhv odur ki, 27 üstə gələk 13 bərabərdir 50. Sonra da 50 40 şey hesablayırlar. Sonra da bunu hesablayırlar. Yox, bu qayda səhvdir. Biz dedik ki, bir fayl, bir klasterdə bir fayla aid informasiya saxlanılır. Ona görə də biz hər bir faylı ayrı-ayrıqda yazırıq. Bizdə bir klasterin həcmi nə qədərdir? 5 KB. Onda 13 KB-lıq fayl yaddaşda nə qədər, neçə klaster tutacaq?
Bizdə zaten neçə klasterdə yerləşməyi soruşur. Ona görə də 13 kilobaytlıq fayl yaddaşda tutur 3 klaster, 27 kilobaytlıq fayl yaddaşda tutur 6 klaster. Cəmi elədi bizdə neçə? 9 klaster yer tutdu. Amma bu qaydaya hesablasaq 40 kilobayt eləyir. O da bizdə 8 klaster. Görürsünüz, variantlar fərqli gəlir. Ona görə də dediyim kimi hər bir faylı ayrılıqda hesablamaq lazımdır. Baxaq 53-ə. Diskdə klaster ölçüsü 8 kilobaytdır. Yaddaşdakı fayl diskdə 72 kilobayt yer tutur. Bu faylın həcminin mümkün variantlarını tapın. Bizdə faylın həcmini x götürsək, bu qayda belə olur. Faylın həcmini x götürsək, x bizdə necə olacaq? X bizdə ən çoxu 72-yə bərabər ola bilər. Çünki 72 kilobayt özü bizdə 8-ə tam bölünür də, düzdür? 9 klasterin bizdə eləyir 72 kilobayt. Ona görə də kiçikdir, bərabərdir 72 yazırıq və bizdə böyük olacaq nədən? 64-dən. Yəni ki, 9 klaster yer tutur, 8 klasterdən çox olacaq. 8 klaster bizdə 64 kilobaytdır və 64-dən böyükdür, 72-dən kiçik bərabərdir. Variantlara baxırıq. Birinci variant bizdə çıxdı. İkinci variant bizdə bu aralıqda yerləşir, götürürük. Üçüncü variantda bizdə bu aralıqda yerləşir, götürürük. Dördüncü çıxdı. Beşinci bizdə uyğundur. Altıncı çıxdı. 2, 3, 5. Cavab B variantı. Esdə belədir də. 64,72 bu şəkildə. Bu aralıqdakı qiymətləri alır. Aydındır? Başa düşdünüz bunu? Okey. Sonra deməli biz neçəydi bu? 53. 53'də sonra gəlir 56 və 57. Baxdıq. Deyir 6 ədəd 5 gigabaytlıq DVD diskdə neçə ədəd 6 megabaytlıq fayl yazmaq olar? Deməli biz birinci tapırıq. Burada bu tip testlərdə olunan səhvlərdən biri 6 ədəd 5 gigabaytlıq DVD diskin həcmi bir dəfəyə hesablayıb. Məsələn 30 gigabayt kimi göstərməkdir. Yox. Burada da hər bir diski ayrı-ayrılıqda götürürük. Çünki fayl bir diskə yarısı sığmadısa, məsələn yazıq, yarısı sığmadısa, yarısını başqa diskə yaza bilmirik. Ona görə də biz 5 gigabaytı götürürük. 5 gigabaytı bizdə fayl megabaytdan verildiyinə görə nə qarırıq? 5 gigabaytı vururuq 1024'də 200 ona. O da eləyəcək, deməli bizdə yuxarıda yazıram, boş yer yuxarıda var deyə. 5 vuraq 1024, o da bərabərdir 5120. Həmin bax bu 5120'ni biz 5120'ni böləcək neçəyə? 6'ya. Böləcək 6'ya. Deməli 51'də 6 bizdə 8 dəfə 48. Burada qaldı deməli 3. 32'də 6 bizdə 5 dəfə 30. 20. 20'də də 6 bizdə 3 dəfə 18, 2. 853. Bir diskdə neçə dənə fayl yerləşdi? 853 dənə. Həmin o 853'ü deməli bir diskimizdə oldu bizim 853 fayl. Bizdə də tapırıq ki 6 diskdə neçəsi olacaq. Sadəcə 6'ya vururuq. 18 bir yadda, 1, 3 yadda. Bu da 51 edir. 5118. B variantı. Aydındır? Başa düşdünüz? 58'e baxaq. Doğru yazılmışdır mətn tipli fayl adlarını müəyyən edir. Burada biz yada sallıq nəyi? Mətnlərin ad genişlənməsi. Doc idi, docx idi, text idi, rtf idi, düzdürmü? Baxırıq, birinci variant uyğun gəlir. İkinci variant, düzdür, docx uyğun gəlir, docx uyğun gəlir. Amma bizdə sual işarəsi var, görsünüz. Sual işarəsi çıxdı. 3 bizdə uyğun gəlir. 4'də ulduz var, 4 çıxdı. 5 bizdə adı doğrudur. Amma ad uzantısına baxsaq görək ki, mətn faylı deyil. TPT nə idi? Təqdimat proqramı idi.
Çıxdı. 6-ya baxırıq. 6-da bizdə düz xət var. Bu da bizdə çıxdı. Deməli olur bizdə 1, 3 D bəndi. Aydındır? Okey. Yaxşı. 57-dən sonra gəlir 63 və 66. 63-ə baxaq. Deməli, 63-də bizdə nədir? Diskdə eyni həcmə malik olan faylların sayını müəyyən edir. Klasterin həcmi bizə deyir 4 kilobaytdır. Aha. Yəni ki, bu fayllardan neçəsi eyni həcmli yaddaşa malik olacaq. Klaster həcmi 4 kilobaytsa 17 kilobaytlıq fayl bizdə yaddaşda nə qədər yer tutacaq? 5 klaster tutur. O da nə qədər eləyir? 20 kilobayt edir. Okey. Bu oldu 20. Bizdə bu zaten 20'dir. 20 kilobaytı 20 eləyəcək. Burada bizdə bu artıq eləyəcək 24. Bu eləyəcək bizdə 40. Bu eləyəcək 44. Bu eləyəcək bizdə neçə? 20. Bu da eləyəcək 36. 36. Biz baxsaq, deməli bu da 20'dir də bizdə. Eyni olan 3 dənə faylımız var. Hərəsi 20 kilobaytdan yer tutur. 20 kilobayt yer tutur. Cavab elədir B bəndi. 66'ya baxaq. Sərt diskdə həcmləri 206 kilobayt, 304 kilobayt, 1347 kilobayt və 460 kilobayt olan fayllar var. Hansı faylların ölçüsü diskdə tutduğu yerlə eynidir? Bir klasterin həcmi 4096 baytdır. Biz nə edirik? Bunlar yuxarıdakı kilobaytla verildiyinə görə aşağıda verilən klaster həcmində kilobayta çeviririk. 4096 kilobaytı biz kilobayt çevirəndə nə qədər eləyəcək? 4 kilobayt. Deməli, bir klasterin həcmi 4 kilobaytdır. İndi biz nəyi tapırıq? Sadəcə onu tapırıq ki, yuxarıda verilən ədədlərdən hansı bizdə 4'ə bölünür? Sadədir. 206'ya baxırıq. 206 bizdə 4'ə bölünmür. Çıxdı. 1347 zaten tək rəqəmdir, tək ədəddir. Bu da bölünmür. 304'ə baxaq. 304'ümüz bizdə 4'ə bölünür. 75, 76 dəfə edir səfərimizə, düzdürmü? Necə? Niyə bölündüyünü götürürük? Yaxşı sual. Çünki deyək ki, hansı failin ölçüsü diskdə tutduğu yerlə eynidir. Yəni, məsəlcə, tutaq ki, bizdə klaster həcmi 4 kilobaytdır, düzdürmü? 31 kilobaytlıq failimiz var. Yaddaşda nə qədər yer tutacaq? 32 kilobayt. Düzdürmü? Gördün, eyni deyil. Amma məsəl üçün 44 kilobaytlıq failimiz var. Yaddaşda nə qədər tutacaq? 44 kilobayt tutur da. Gördün, öz failin ölçüsündən yaddaşda tutduğu yer eynidir. Başa düşdü? Aha. 460'a baxırıq. 460 bizdə uyğun gəlir. 460 bizdə uyğun gəlir. Deməli, bizdə oldu 304 və 460 C variantı. Aydındır? 67'ye baxaq. 256 rəng çalarını paletrada istifadə etməkdən 768-640 piksel ölçüsü qrafik təsvirin hər birini yaddaşda saxlamaq üçün əlavə 40 kilobayt informasiyanı da saxlamaq lazım gəlir. Yəni, bundan əlavə 40 kilobayt informasiyanı da saxlamaq lazım gəlir. 4 kilobayt klasterə bölünən 3 megabayt həcmi olan boş diskdə ən çox neçə belə təsvir saxlamaq olar? Okey. Biz birinci nağarıq. Birinci biz verilmiş qrafik informasiyanın həcmini tapırıq. Deməli, bizdə olacaq 768 vuraq 640 vuraq neçə? 8 bitdəndir. Bölürük nəyə? Kilobayta çevirəcək də. Bölürük 8 vuraq 1024'ə. Düzdürmü? Bunu da biz yaza bilərik ki 3 vuraq 256 2 üstü 8 vuraq 640'ı biz nətər yaza bilərik? 5 vuraq 128. 5 vuraq 2 üstü 7 vuraq 2 üstü 3
bölək 2 üstü 13-ə. Düzdürmü? Yuxarıda biz eləyəcək deməli 15 vuraq 2 üstü 18 bölək 2 üstü 13. O da bərabər olacaq 15 vuraq 2 üstü 5 deməli 15 olmaz ki. necə? 15 olmaz ki. Hə. 15 vuraq 32. Bu da 320'nin de üstüne 160 gələndə neçə eləyir? 480. Deməli bir qrafik faylımız yaddaşda 480 kilobayt yer tutdu. Düzdürmü? İndi biz baxırıq. Əlavə də deyir bizdə 40 kilobayt lazım olur hər fayl üçün. Yəni hər fayl bərabər olur. Üstə gələk 40 kilobayt. O da bərabər olur 520 kilobayta. Düzdürmü? Lütfen təmizləyək. Deməli hər faylımız oldu bizim nə qədər? 520 kilobayt. İndi biz baxırıq. Deyir ki 3 megabaytlıq diskimiz var. 4 kilobaytlıq da klasterlərə bölünür. Biz baxsaq görək ki 520 kilobayt bizdə tam olaraq bölünür da, düzdür? 4-ə. Deməli hər bir 520 kilobaytlıq fayl yaddaşda da elə 520 kilobayt yer tutur. Nə qayırıq? 3024'ə vurub 520'yə bölürük. Cavab da bizdə eləyir 5. Yəni 5 dəfə tam yerləşir. Çünki bizə nətəri 512 olsaydı 2'yə vuranda 1024 6 dəfə tam yerləşərdi. Bizə 512'dən çox olduğuna görə fərq də cüzdür 5 dəfə tam yerləşir. Aydındır? Sonra neçənci testi idi? 67. Gəlir bizdə 68. Klaster ölçüsü 4 kilobayt olan diskin tutumu 700 megabaytdır. Həmin diskdə 3 ədəd 2045 kilobaytlıq mətn faylı, 7 ədəd 1023 kilobaytlıq səs faylı, 14 ədəd 2040 kilobaytlıq həcmə malik qrafik fayl yazıldıqdan sonra diskdə neçə megabayt boş yer qalırlar. Okey. Deməli bizdə 700 megabaytdır. Yazırıq başdan. 700 megabayt. Biz burada nə edirik? Hər bir faylı ayrıca hesablayırıq. 2045 kilobaytlıq bizdə klaster həcmi 4 kilobaytdırsa 2045 bizdə bölünmür də, düzdür? 2048 götürürük. Deməli bir mətn faylının həcmi nə qədər oldu? 2048. 2048 kilobayt vuraq. Neçə dənə mətn faylımız var? 3 mətn faylımız var. Vuraq 3. Sonra deyir 7 ədəd 1023 kilobaytlıq səs faylı. 1023 bizdə 4'ə bölünmür. 1023'dən böyük 4'ə bölünən ən kiçik ədədi götürürük. 1024 edir. Olacaq 1024 kilobayt vuraq. Neçə dənə idi? 7 dənə. 7. Bir də 2040 kilobaytlıq 14 ədəd fayl. 2040 bizdə bölünür, düzdür? Olacaq 2040 vuraq neçə dənədir bundan? 14 dənə. 14. Okey, hesablayırıq. Bunları megabayta çevirəndə burada elədi 6 megabayt. Üstə gələk. Bunu çevirəndə elədi 7 megabayt. Bu da 2048 vuraq 14 kimi görsənir də, düzdür? 2048 vuraq 14 kimi görsənir. Nəyə görə deyirəm belə? Çünki sualı bizə deyir ki, diskdə neçə megabayt boş yer qalır? Bizdə tam megabayt ölçüsünə baxacaq. Aha, biz 700 megabaytdan bunları çıxırıq. 700 megabaytdan çıxır. Çünki biz nətəri? Burada 14 fayl, bizdə bax burada 8 olsa, 2048 olsaydı, 2 megabayt olsaydı, hər 14 faylın hərəsində 8 kilobayt əksimiz gəlir də burada, düzdür? 8 dəfə 14 kilobaytında bizə megabaytdan az edir. Yəni elə bir şey dəyişmir. Çünki bizdə tam megabayt, boş qalan tam megabayt ölçüsünü soruşur. Ona görə də biz üstə də bunu gəlirik neçə? 28. Üstə gələk 28 megabayt. Neçələdir? 41. Düzdürmü? 700'dən
Çıxırıq 41-ni. 9, 5, 6. Var mı variantda? Var. Niye variantı? Aydındır? Budur da 2048 kilobayt ne tər tapdıq? Başa düşdün bunu? 2048 kilobayt neçə megabaytdır? 2 megabaytdır da. 24'e bölsə 2 megabayt. 3 dənə də bizdə 2 megabaytlıq faylımız varsa neçələrdir? 6 megabayt. Bu da 1024 kilobaytı 1 megabaytdır. 7 dənə də biz ondan var. İrəli 7 megabayt. Aydındır? Aha. Bu 68 idi. Sonra da 70, 71. Baxırıq. 70, 71. 71'in variantı. Hə, açıq sual. Deməli, deyir qovluqda 3,5 kilobayt, 4,5 kilobayt, 5,5 kilobayt və s. 5 faylı var. Qovluqdakı faylların səhv diskdə tutduğu ümumi yaddaş həcmini kilobaytdan hesablayır. Bir klasteri həcmi bizdə 6 kilobaytdırsa, 3,5 kilobaytlıq fayl bizdə bir klaster yer tutacaq. Elədir cəmi 6 kilobayt. Necə? Aha. Bu da 4,5 də bizdə 6 kilobayt yer tutur. 5,5 də bizdə 6 kilobayt yer tutur. 6,5 bizdə 12'dir. 7,5 bizdə 12'dir. Sadəcə bunları da hesablayırıq. Bizdə 24, belə deyək də, 24 üstə də gəlirsə neçə? 18, 42. Cəmi cümlətən bizdə 42 kilobayt yer tutur. Ürəkli olun da deyirəm. Kameranın qarşısına çıxanda deyəndə 1 milyon followerimiz yoxdur ki. Özümüz bir də atıram qrupa siz baxsınız da. Deməli, cədvəldə fayllar və onların informasiya həcmi verilmişdir. Düzdürmü? Cədvəl əsasən bütün qrafik faylların sürəti 2,22 bit saniyə olan model vasitəsilə neçə saniyə ötürmək olurlar. Biz deməli burada birinci ayırıq, qrafik fayllar tapırıq. Birinci bizdə wave, musiqi faylıdır, musiqidə səs faylıdır. Bu çıxdı. TIFF bizdə qrafik faylıdır. AV bizdə video faylıdır çıxdı. ODG bizdə qrafik fayldır, PNG bizdə qrafik fayldır, Elvin bizdə icra fayldır. Bu çıxdı. İndi baxırıq, bizdə cəmi neçə qaldı? 2, 1, 1. 4 megabayt. Düzdürmü? 4 megabaytı gəlin bitə çevirək. 2 üstü 2 vuraq, 2 üstü 23. O deyəcək 225. 2 üstü 25 bit. Düzdürmü? 225 bit. Bizdə düstur nətər idi? Həcmin düsturu. V bərabər idi. Yox, V bərabər idi. Həcmin V-si. Sürət vuraq zaman. Düzdür? Bizdə var. Həcm bizdə var. 2 üstü 25 bərabərdir. Sürət də verir. 2 üstü 22 vuraq T-yə. O da T nəyə bərabər olacaq? 2 üstü 3. O da T də bərabər olacaq 8'ə. Deməli bizdə cəmi neçə saniyə ötürmək olur? 8 saniyə ötürmək olur. Asandır.